Bugün 7 Avqust baş tacımız, vətənimizin azadlığı və bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan şəhidimiz Tacəddin Şahəddin oğlu Əzizlinin mövludu günüdür. Şəhid Tacəddin Şahəddin oğlu Əzizli 1994-cü il avqust ayının 7-sində Səlyan rayonunun Sarvan kəndində anadan olub. Azərbaycan ordusunun əskəri olan Tacəddin Əzizli 2020-ci il sentyabr ayının 27-sində Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Tacəddin Şahəddin oğlu Əzizli noyabr ayının 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz Səlyan rayonunun Sarvan kənd qəbirstanlığında dəfn olunub. Vətən müharibəsi qəhrəmanı, Vətən müharibəsi iştirakçısı, Şuşa Fatihi həmbirlimiz, əzizimiz Tacəddin Şahəddin oğlu Əzizlidir. Bugün avqustun 7-si 1994-cü ildə dünyaya göz açan Tacəddin şəhidimizin doğum günüdür. Mövlud günüdür. Ruhun şad olsun. Var eləsin, Allah şəhidlərimizi axirətdə bizə duaçı qərar versin. Azərbaycan dövləti tarixində indiki qədər heç vaxt güclü olmuyor. O da bizim şəhidlərimizin hesabına oldu. Allah dövlətimizi var eləsin, Allah bayrağımızı uca eləsin, Allah xalqımızı, millətimizi ağla gələn və gəlməyən bəlalardan hifz eləsin. Və çalışmaq lazım bu tədbirlərdə tariximizi yaşatmaq üçün və milli vətənpərvər ruhunu artırmaq üçün hər vaxt iştirak eləmək lazımdır. Gənclərə də nümunə olmaq lazımdır. Allah hər birimizdən razı qalsın, Allah şəhid valideynlərinə səbir. Doğulan gündən, dünyaya gələn gündən elə bilsən ki, o uşaqda bir vətən sevgisi var idi. Bir torpaq sevgisi var idi. Hələ o balaca idi, uşaq idi. Onun danışığında torpağa bağlılıq, millətə bağlılıq, biliyə, savada meyillilik çox idi və çox istədiyim, çox hörmət bəslədiyim bir ad var idi ki, Atatürk, deyirdim ki, sən bizim gələcəyimizin Mustafa Kemal Atatürk'üsən. Bəzən o sözə görə valideynlərindən də deyir ki, bu uşağı bu qədər, sən nə qədər torpağa bunu meyillidir. Həqiqətən də Tacəddin böyüdükcə, ümumiyyətlə bu ailədə Şahəddin müəllim başda olmaqla Emil də, qardaşı Emil də, bunlar vətənə, torpağa bağlı, türkçülüyə, millətçiliyə bağlı ailədirlər. O Şahəddin müəllim başda olmaqla. Və Tacəddin də həmin yolu gedir. Bu adamı necə unutmaq, bu şəhidi necə yanmamaq olar. Və düşmən qəlpəsi ilə yaralandı. Ağır yaralı vəziyyətdə onu hara çatdırmaq istəsələr də mümkün olmadı. Tacəddin qiymətidir. Şəhid oldu. Yenə də deyirik, sözlə də desək, şeirlə desək, mahnı ilə də desək, şəhidlər ölməz, vətən bölünməz. Bu millətə adın yaşadan, bizi dik dayanmağa duran, kişi kimi danışmağa sövq edən şəhidlərimizi biz ömrümüzü onlara borcluyuz. Biz şəhidlərimizi unutmuruq, unutmayacaq. Nə qədər canımız var, nə qədər ağlımız var, şuurumuz üstündədir. Biz onların yolundayıq, qulluğundayıq. Ona görə də bir daha hamımıza təşəkkür edirəm. Var olasınız, sağ olasınız. Allah təala Tacəddin balamızın ruhunu şad eləsin. Ad günün mübarək olsun şəhidim. Ruhun şad olsun. Vətən eşqi canınla, üç rəngli bayrağınla, baş tacımız Tacəddin. Vətən sən qəhrəman, ürəklərdə yaşayan, zirvəyə qalxdı sarvan, baş tacımız Tacəddin. Əziziyəm, acım var, şirinim var, acım var. Şəhidlik zirvəsində Tacəddin Yüksəkliklərdə
iştirak edildi. O yoldaşları demeyine göre hemse harda yüksekliği var. Orada durup avtomat elinde durup mənə heç olmaz. O ailəli uşaqların heç birisini oraya koymayıp ki, siz orada durmayın. Sizin uşaqlarınız var. Ben duracağım orada. En yüksekliği o iştirak edildi. 39. günü o rəhmət şəhid olub. Axırıncı dəqiqələrdə axırıncı şəhidlik zirvəsinə çatıb. Allah onu ruhun nurla doldursun, rəhmət eləsin. Yaxşı olan idi. Yoldaşları içərisində çox yüksək təbəqədə dost kazanıb. O bugünkü günə qədər də onun dostları hamısı gəlib onun məzarında iştirak edir. Cümələrinə gəlirlər, ilinə gəlirlər. Həmişə soruşurlar. Hörməti yüksəkdir.